Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Növbəti sualımız 2025-ci il riyaziyyat test toplusunun birinci hissəsindən bir məchulu tənliklər və məsələlər bölməsinin tənlik qurmaqla məsələ həllinə aid 66-cı sual. Sualımız belədir. İdman klubundakı oğlanların sayı qızların sayından 4 dəfə çoxdur. Bu klubdakı oğlanların yaşlarının ədədi ortası 16, qızların yaşlarının ədədi ortası isə klubdakı bütün uşaqların yaşlarının ədədi ortasından 4 yaş az olarsa, bütün uşaqların yaşlarının ədədi ortasını tapın. Biz klubdakı qızların sayına n deyək. Oğlanlar qızlardan 4 dəfə çox olduğuna görə oğlanlar olacaq 4n. Və bütün uşaqların yaşlarının ədədi ortası olsun x. Bu zaman qızların yaşlarının ədədi ortası bütün uşaqların yaşlarının ədədi ortasından 4 yaş az olduğuna görə qızların yaşlarının ədədi ortası olur x minus 4 və bizə oğlanların yaşlarının ədədi ortasını verib 16. Bura qeyd edək, bu bütün uşaqlar. Qızların yaşının ədədi ortası x minus 4'dür. Oğlanların yaşının ədədi ortası 16'dır. İndi biz artıq tənliyimizi qura bilərik. Bütün uşaqların yaşlarının ədədi ortasını tapmaq üçün bütün uşaqların yaşları cəmini bütün uşaqların sayına bölməliyik. Bütün uşaqların yaşlarının cəmini də belə müəyyənləşdirərik. Oğlanların yaşları cəmi ilə qızların yaşları cəmini toplayarıq. Oğlanların yaşlarının cəmini tapmaq üçün oğlanların yaşının ədədi ortasını oğlanların sayına vurarıq. Eləyəcək 16 vur 4n. Bu oğlanların yaşlarının cəmi. Qızların yaşlarının cəmi tapmaq üçün qızların sayını qızların yaşının ədədi ortasına vurarıq. O da eləyəcək n vurulsun x minus 4. Bütün uşaqların yaşlarının cəmi oldu bu ifadə. Bunu bölərik bütün uşaqların sayına, yəni n plus 4-ə, 5 vur n-ə, bərabər eləyəcək bütün uşaqlarının yaşının ədədi ortası, yəni x. Surətdə n-i çıxardaq mötərizə xaricinə, n vurulsun 64 plus x minus 4 məxrəcdə 5 vurulsun n bərabərdir x. N'lər ixtisar getdikdən sonra burada mötərizənin içində alınan ifadəmiz olur 64 plus x minus 4, yəni 60 plus x bərabər olur 5 vur x-ə. X digər tərəfə keçdikdən sonra 4x bərabərdir 60, x bərabərdir 15 bizim sualımızın cavabı olur. Cavab 15. Bütün uşaqların yaşlarının ədədi ortası oldu 15.